Hər birinizə salam dostlar, kanalıma xoş gəldiniz. Yeni bir videoyla qarşınızdayım. Deməli, burada baxın nə var. Sürücülük vəsiqəsi üçün bir kitab var. Sabah imtahanımdır. Yəni 18 yaşımı tamamlamışam deyə artıq imtahana gedəcəm. Həyecanlıyam əlbəttə ki, çünki çox gözlədiyim bir şey idi bu sürücülük vəsiqəsi. Bu kitab yalnız imtahana hazırlaşanlar üçün deyil, həm də ümumi olaraq dünya görüşümüzü də artırır. Yəni maşın sürməyi öyrənən şəxslər əlbəttə ki, yol qaydalarını da mükəmməl şəkildə bilməlidirlər. Əgər sabah uğurla sürücülük vəsiqəmi əlimə alsam, yaxın günlərdə maşın sürmə kursuna da başlayacağam. Əslində maşın sürməyi azdan çoxdan bacarıram, çünki uşaqlıq yaşlarımdan etibarən babam öz maşınını mənə verirdi və mən maşını tez-tez sürürdüm. Nəysə, mən biraz yenə də buna göz gəzdirəcəm və sonra yatacağam, çünki sabah tez duracağam yuxudan. Hər birinizə salam. Yuxudan durmuşam, makyaj eləyirəm hazırda. Biraz tez durmuşam, saat 6-ya qalıbdı hazırda. Nəyə görə tez durmuşam? Çünki həm yol uzaqdır, həm də ki, rahat olum deyə, yəni tələsi olmasın da, rahat geyinim. Yəni İmtahan bilmirəm nə qədər müddət çəkəcək, çünki bir imtahan deyil, səhv eləmirəmsə, yəni həm də rol arxasında da imtahan olacaq. Bu arada babamla gedəcəm imtahana. Dostlar, gedirəm, yer bütün buzdur da, təsəvvür edin. Buzdur hə, yol. Qaydanda əlimdə onunla qaydaram hə. İmtahandan sonra verirlər də. Orada da paravanlar rəsm. Ha. Çox uzaqdadır yol. Zaten da Xırdalana gedirik. Xırdalana gedirik. Oy da, yol uzaqdır yolda. Amma içəri telefon qoyurlar. Hə? Telefon qoyurlar içəri. Bilmiyorum ki, bir şey demezler. Telefonda ne var orada? Sən nəyə görə? Mən indiyə kimi imtahanlar vermişəm. Hamısında telefonu elə ciddi yoxlayırdılar ki, elə bir psixologiya qaldı. Burada da yəqin ki, yoxlayarlar, elə bilirəm. Maşın dolu bir ev. Gəliblər də. Saat 8-dən bax. Bak burada. Bak gelsen burada. Sefsal buramısan. Tez çatdıq amma. Gedək. Dostlar, orada bilmirəm çəkə biləcəm yoxsa yox, çünki imtahandır da, yəni ola bilər ki, olmasın, çəkə bilməyim. Amma yəni əgər çəkə bilməsəm, təəssüratlarımı sizlə paylaşacağım çıxandan sonra. Dostlar, imtahanımı uğurla verdim və keçdim. İndi isə praktik üçün, yəni maşın sürməyi yoxlayacaqlar. Sonra şəkil çəkdirəcəm, yəni sürücülük vəsiqəsinə vurmaq üçün və bu qədər. İndi axırıncını da bir dənə uğurla verək, ondan sonra əlimə alacağım sürücülük vəsiqəsini. Evet dostlar, gördüğünüz gibi artık sürücülük vəsiqəmi aldım. Çıxdım da aldım mı? Provasında alıp böyle çıkmışık biz geldik. Yalan deyir. Vallahi. Dostlar, mağazadan balaca tort almağa gəlmişəm. Və dostlar, tortu da aldım, şokoladlı tort aldım. Nəhayət bu ana çatdım. Yəni rahatçılıqla yaşaya bilərəm artıq. Deməli, necə oldu, imtahanı necə verdim, bu haqda danışım. Əvvəlcə onu deyim ki, çox həyəcanlıydım gedəndə. Çünki ilk dəfə də həmin mühitdə idim. Yəni necə olacaq, necə keçəcəklə bağlı heç bir fikrim yox idi. Yəni getdim, deməli içəri girdim. Monitor arxasında 10 sual verildi bizə və 15 dəqiqədə vaxt var idi ümumi olaraq. Yəni sadəcə bir səhv eləmə şansınız var. Bir səhvdən artıq səhviniz olarsa artıq kəsilmiş olursunuz. Amma
Yəni 9 düzünüz və ya 10 düzünüz varsa artıq imtahandan keçmisiniz deməkdir. Və sonra yəni sürücülüyünüzü yoxlamaq üçün sizi bir yerə aparırlar. Yəni imtahandan keçmiş şəxsləri aparırlar. Yəni rol arxasında oturursunuz, onu da yoxlayırlar. Əgər bundan da uğurlu keçdinizsə, gəlirsiniz, şəklinizi çəkirlər və 5-6 dəqiqəyə artıq bu möhtəşəm sürücülük vəsiqəsini sizə verirlər. Tort da aldım. Yəni bu sürücülük vəsiqəsinin şərəfinə dedim bir tort yeyək. Yəni dostumla görüşəcəyik, restorana gedəcəyik. Dostlar, mən gördüyünüz kimi hazırlaşdım və hazıram. İndi evdən çıxacağıq, gedəcəyik restorana çay içməyə. Allah. Yaxşı. Bizim evin yanında bir dənə mağaza var və orada çox maraqlı şeylər var. Dəftərlər, kitablar, belə-belə şeylər. İndi istəyirik ora girək, gedək oradan nəsə alaq. Yəni nəsə almağımız tutubdu da. Biraz manyakıq biz. Uşaq yeməklərinə böyük marağı olan mən. Amma çox dadlı olur həqiqətən bunlar. Bəlkə alaq. Rəngi çox qəşəng. Belə bir kitab aldım dostlar. Çox maraqlı kitabdır. Bir neçə yerdən də tərifləndiyini eşitmişəm. Və dostlar, bu videonu da burada sonlandırıram. Ümid eləyirəm ki, sizlər üçün maraqlı olubdu. Nəysə, videonu əgər bəyəndinizsə, like atıb kanala abunə olmağı unutmayın. Sağ olun.